Rüstəm Dastanoğlu qədim Göyçə mahalının Azərbaycan genişliyinə bəxş elədiyi böyük ziyalılardan biridir. İstedadlı qələm sahibi kimi sevilən Rüstəm Dastanoğlu gözəl araşdırıcı, xalqın adət-ənənəsini dərindən bilən və onu fəaliyyətində daim qabartmağa çalışan vətənpərvər kimi də tanınır. Rüstəm müəllim, xoş gördük sizi. Təəssüflər olsun ki, müsahibəni Göyçədə götürmürük. Bakıdayıq, Bakının mərkəzi küçələrindən birində. İlk öncə bəzəksiz, düzəksiz bir sualla sizə müraciət eləmək istəyirəm. Yurd itirmək, yurd övladı üçün nə deməkdir? Məmmədov Rüstəm Dastanoğlu Göyçə mahalı Daşkənd kəndində anadan olub. 8-ci sinifə qədər orada təhsil alıb. Bakı şəhərində 5 nömrəli kimya biologiya təmayüllü məktəbi bitirib. Kiyev Politexnik İnstitutunu atom fizikası ixtisası üzrə bitirib. Qeyri-adi düşüncə tərzinə malikdir. Böyük Türk dünyasının böyük yazıcısı Çingiz Aytmatovun belə bir sözü var. Biz vətəni ona görə sevirik ki, biz uşaqlığımızı orada itirmişik. Uşaqlıq da hər biri insan üçün doğrudan da elə bir ki, onun ən şirin illəridir, ən gözəl illəridir. O dil açır, ayaq açır orada təbiəti tanımağa başlayır. Birinci, ümumiyyətlə hər şeylə başlayır orada uşaqlıq dövründə tanış olmağa. Valideynlərin əhatəsində olur, doğmalarının əhatəsində olur, o torpağın üstündə qaçır, oranın suyunu içir, oranın havasını udur. Yəni, şəxsən mənim də qismətimə o düşüb ki, mən o Göyçədə, gözəl Göyçə məkanında, Daşkənd kəndində anadan olmuşam. Birincisi doğrudan bizim babalarımız çox müdrik olublar ki, oranı yaşayış məskəni kimi oranı seçilib. Ona görə ki, hələ qədim zamanlarda insanlar üçün, yaşamaq üçün hansı məkan daha uyğun idi? Cəmaət maldarlıqla məşğul idi, taxıl lazım idi ki, yeməyə, onlar əksinlər, onlar istifadə eləsinlər. Və Göyçə, örüş olsun, mal heyvan saxlasın, orada bəli ki, ot olsun, böyük. Və Göyçə də elə bir məkan idi. Göyçə də bir məkan idi, məsələ bizim kənd dəniz səviyyəsindən 2200 metr hündürlükdə idi. Orada yəni meşə ağaçlar yox idi. Bütün göz işlədikcə hər tərəf göyçəmənlik. Alp çəmənliyi. Alp çəmənliyi, bəli, alp çəmənliyi, gözəl suları, bütün hər tərəf açıqlıq. Yəni maldarlıq üçün, mal qoyunu saxlaması üçün ideal şərait var idi. Bilirsiniz, o dağların elə bir ki, aşağı ətəyində gözəl kəndin salınması üçün şərait var idi. Gözəl suları var idi. Gözəl orada buğda, yəni əkilirdi. Çox gözəl buğda yetişirdi. Buğda elə idi ki, orada çörək pişiriləndə bir evdə bütün ətraf kəndlərə yayılırdı çörəyin ətri. Yəni elə bir gözəl məkanda, yəni mənim də qismətimə düşüb ki, orada anadan olmuşam. Ora doğrudan da müqəddəs bir torpaq olub. Bilirsiniz ki, Göyçənin adı Dədə Qorqud boylarında keçir. Göyçə gölü, Altun Tax deyə xatırlanır o adlar. Biraz o dağlara qalxanda, təpələr dağlara bütün Göyçə gölü görünürdü. Göyçə gölü elə idi ki, suyu tərtəmiz, dupduru. Orada hər bir şey nə bitirdisə çox, yəni təsəvvür olunmaz dərəcədə dadlı olurdu. O məqamlara üst tutur ki, onlar öləzmək üzərədir. Belə olanda onun işığını artırır, yada düşməyənləri yada salır, üstünün tozunu alır, yenidən onu devriyəyə qoşur. Bunu özünün yaşam kredosu hesab edir Rüstəm Dastanoğlu. Rüstəm müəllim mənim həyatımda yeri olan bir adamdır. Həqiqətən də öz çəkisi, öz belə intellektual potensialı, intellektual zehniyyatı və ümumiyyətlə ənənəyə bağlılığı ilə yeri olan adamdır. Məsələn, mənim həyatımda problemim oldu, boşluğumu yarandı, ruhani boşluğumu yarandı. Mütləq Rüstəm müəllimlə görüşürəm. Biz həmən problemi müzakirə edirik və düşünürəm ki, Rüstəm müəllimdən gələn o müsbət, ənənədən gələn müsbət enerji tamamilə məni tənzimləyir və yenidən ədəbiyyata, kinoya, mədəniyyətə qaytarır.
Rüstəm Dastanoğlu mənə elə gəlir ki, biz onu həm itirmişik, həm də tapmışıq. Nə mənada itirmişik? Ədəbiyyat Rüstəm Dastanoğlunu itirib zamanında. Çünki Rüstəm Dastanoğlunun ilk hekayəsi Ulduz jurnalında çap olunmuşdu. Rüstəmin mənim birbaşa işimlə bağlı bir gözəl ssenarisi var. Göyçədən köçürülmüş insanlar haqqında bir gözəl ssenarisi var. Rüstəmin çox gözəl nəsri var və o nəsrin yenidən roman şəklində, hekayə şəklində şəkillənməsi düşünürəm zaman məsələsidir. Rüstəm ilk növbədə ən əsas düşünürəm ki, Göyçəni, Qərbi Azərbaycanı ailəsində, davranışında saxlaya bilmiş nadir insanlardandır. Onun evinə gedəndə, mən o zaman, məsələ dostlarımın evinə gedəndə getdiyim kimi gedirəm və o fərq, o 40 ilə yaxın artıq bir fərq bilinmir ki, Rüstəm Bakıdadırmı, Ermənistandadırmı, Göyçədədirmi, haradadır. Rüstəm o ənənəni, o mədəniyyəti saxlamış adamdır, ailəsinə ziyarət etdirmiş adamdır. Ədəbiyyatında da elə, kinosunda da elə. Bugün Rüstəm Dastanoğlu'nun 65 illik yubileyinə yığılmışıq. Rüstəm müəllim maraqlı adamdır. Maraqlı adam bu baxımdan ki, Göyçədə o ləcivart mavi səmaların altında doğuldu. Göyçədə doğulmaq öz-özlüyündə nə deyir? Öz-özlüyündə çox şey deyir. Çünki Göyçə dastan mühitində, saz-söz mühitində boyatmaq gələcəkdə bax, Rüstəm Dastanoğlu yaradıcılığındakı yazılarda öz əksini tapa bildi. Rüstəm Dastanoğlu mənim üçün insanı psixik, dini fərd kimi verən bir yazıçıdır. Onun təkcə, məsələn, Kölgə hekayəsində çox maraqlı məqamlar var. Hadisələri kölgənin fonunda verə bilmək, sonda kölgə qatılaşdıqca insandakı o psixik duyğuların da çətinləşdiyini, paralelini verə bilən bir yazıçıdır. Rüstəm müəllim öz yolu olan ziyalılarımızdandır. Onun həqiqətə aparan yol, yaxud yol hekayələri bir daha göstərir ki, ulun Allahın dərgahına gedən yolu tutan bir ziyalımızdır. Allah ona həmişə deyirəm ki, yolu açıq olsun, o tutduğu yol, tutduğu missiya gözəl başa çatsın və Azərbaycan insanının dünya görüşünün formalaşması yolunda Rüstəm Dastanoğlu'ya yeni yaradıcılıq uğurlar arzulayıram və ondan yeni analitik yazılar gözləyirik. Bizim çox böyük dövlət adamı, rəhmətli Heydər Əliyevin Rəşid Beypudov gərək ki, rəhmətə gedəndən sonra, səhv eləmirəm, 90 illiyində belə bir çıxış elədi. O deyirdi ki, mən deyir qardaşım Həsən Əliyevlə Rəşid Beypudov haqqında danışanda, Həsən Əliyev mənə dedi ki, biz 100 illər Azərbaycan dünyaya neft satdı, amma Azərbaycan ilə tanıda bilmədi. Amma tək Rəşid Beypudov Azərbaycanı bütün dünyaya tanıdı. Cəmiyyətimiz dəyişdi, cəmiyyətlə bərabər cəmiyyəti təşkil edən insanlar dəyişdi. Və bilirsən, cəmiyyət insanların daxili dünyasının köklənməsini dəyişdi. Ədəbiyyata qarşı münasibət dəyişdi, incəsənətə qarşı münasibət dəyişdi və başqa qaydalar tələb eləməyə başladı. Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda cəm olanlar Rüstəm Dastanoğlu'nun sözünün işığına yığılmışdı. 65 yaşı Doqqazın ağzından o yana ötürürdü Rüstəm Dastanoğlu iştirakçıların şahidi ilə. Onun haqqında fikir söyləyən, fəaliyyətini araşdıran söz, düşüncə adamları onu bir yazıcı, publisist kimi təhlil edir, gördüyü xeyirxah işlərdən söhbət açır, ədəbiyyat sənət önündə gördüyü ucalıqları ürəklə danışmaqdan yorulmaq bilmirdi Rüstəm müəllimi sevənlər. Arada onlara qoşulub yubilyar özü də, Rüstəm Dastanoğlu da ürəyini açıb danışırdı dinləyicilərə, tamaşaçılara. Rüstəm Dastanoğlu'nun həm bir insan kimi, həm də bir yazıçı kimi, vətəndaş kimi formalaşmasında məncə o iki məkan koordinatının önəmli rolu var. Bunlardan birincisi Ələsgər diyarı, onun doğulub böyüdüyü müqəddəs Göyçə torpağıdır.
İkincisi isə onun hələ Sovetlər dönəmində, deməli keçmiş Sovetlər dönəmində Ukraynada Politexnik İnstitutunda təhsil almasıdır. Yəni bu iki amil ona həm genetik olaraq, həm də coğrafi olaraq maraqlı bir dünya görüşü verir. Özünə məxsus bir xarakter formalaşdırıb bunda. Rüstəm Dastanoğlu ixtisasca mühəndisdir. Amma buna baxmayaraq ruhən şairdir, yazıçıdır. Ona görə də baxmayaraq ki, həyatının mühüm bir dövrünü öz ixtisası üzrə müxtəlif idarələrdə çalışıb mühəndis kimi, nəhayət son anda yenə də ədəbiyyata qayıdıb, sözə qayıdıb və onun bu qayıdışı öz əksini Düşüncələrimin Kölgəsi adlı hekayələr, yol qeydləri və müsahibələr kitabında tapmışdı. Bu kitabda toplanan hekayələrdə başlıca vurğu insanın özünə qayıdışıdır. Həm fərdi mənada, həm də ümummilli mənada. Fərdi mənada insanın özünə qayıdışı onun özünü dərk etməsi ilə bağlıdır. Yəni mən kiməm, ümumiyyətcə insanın həyatdakı rolu nədir, yeri nədir, hardan gəlmişəm, hara gedirəm, o sözün o fəlsəfi mənasında. Ümummilli mənada özünə qayıdış, milli dilə qayıdış deməkdir. Həm də bizim itirdiyimiz torpaqlara, konkret olaraq Rüstəm Dastanoğlunun doğulduğu müqəddəs Göyçə torpağına qayıdış deməkdir. Ümumiyyətcə, onun hekayələrindən biri hətta deməli, özü ilə birbaşa söhbət həsr olunubdur. İnsan ikiləşir və özü ilə danışır. Bu onu göstərir ki, öz tipinə görə, yazıçı tipinə görə o psixoanalitik dillə desək introvert yazıçıdır. Yəni daha çox onun baxışı insanın daxili aləminə yönəlibdir. Bu onun hekayələrinə bir psixologizm verir. Çox dərin bir psixologizm verir və mən onun hekayələrini oxuyanda fikirləşirəm ki, bu hekayələrin davamı olaraq Rüstəm Dastanoğlu yəqin ki, tezliklə yeni bir psixoloji romanla oxucularının qarşısına çıxacaqdır. Rüstəm Dastanoğlu mənim el oğlumdur. Əslən biz Göyçəm alınanıq və Rüstəm Dastanoğlunun həyat tərzində mən iki məqama diqqət yetirmişəm. Həm Rüstəm Dastanoğlunun dostluğa münasibətini, həm də ədəbiyyata olan sevgisini. Rüstəm Dastanoğlunun gənclik illərindən onun ədəbiyyata olan münasibəti, böyük bizim mütəfəkkirlərimizlə münasibətləri, onlara olan rəğbəti hər bir kəlamında, hər bir sözündə özünü göstərir. Məsələn, biz zaman-zaman Vahid Əziz, bizim xalq şairimiz Vahid Əziz, Rüstəm Dastanoğlu, Orxan Fikrətoğlu bir yerdə yığışırıq. Söhbətlərimiz olur. Əlbəttə, bu söhbətlərimiz məclislərdə əsasən ədəbiyyata həsr olunur. Çünki baxmayaraq hər ikisimiz texniki təvəkkürdən gəlmişik. Mən də indi humanitar sahədə çalışıram, yəni elm sahəsində. Rüstəm Dastanoğlu da yaradıcılığı ədəbiyyatla bağlıdır. Ona görə mən dostum Rüstəm Dastanoğlunun 65 illiyi ilə bağlı ona uğurlar arzulayıram. Arzu edirəm ki, o yaradıcılığını əlində tutub, o utancaq qələm. Çünki qələm başı aşağı duranda utancaq kimi görsənir. O utancaq qələmlə çox kitabları ərsəyə gətirsin və dəyərli, samballı əsərləri oxuculara qismət olsun. Rüstəm müəllim Göyçədən başlayan ömür yolu xeyli fırlanıb, dolanıb, yəni taleyin diktəsi ilə axır öz lövbəni saldı məmləkətin paytaxtı Bakı şəhərində. Göyçədən başlayan ömür və gəlib yetişdi Bakıda 65 yaşa. Nələri gördüm, nələri itirdim və bu yaşda nələri qazandıq. 8-ci sinifə kimi Göyçədə oxudum orta məktəbi, uşaqlığım orada keçdi, orada təbiətlə ünsiyyətdə oldum və gəlib Bakıda sonra orta məktəbi oxudum, sonra getdim Kiyevdə oxudum,
universitet oxudum, gəldim. Yəni Sovetlər dövründə dövlət işində işlədim. Sonra başladı, köçkünlük başladı. 88-ci ildə 89 gəlib biz gəldik Bakıya köçdük. Sonra deməli ki başladı, yəni ki biz 91-də müstəqil bir dövlət olduq. Torpaqlarımız işğal oldu. Aşağı yuxarı 30 il biz elə bil ki məğlub bir dövlət kimi, məğlub bir vətəndaş kimi hardasa başımız aşağı oldu. Yəni bilirsiniz, hansı ki mən 80-ci illərdə, hələ şeylərdə istəyirdim ki, qabağıma şərt kimi qoymuşdum ki, mən yazıcı olacağam. Zamanə dəyişdi, SSR dağıldı, təzə bir siyasi quruluş başladı qurulmağa və bu siyasi quruluş cəmiyyəti dəyişdi, cəmiyyət insanları dəyişir, insanın daxili dünyası dəyişir, ədəbiyyata münasibət dəyişir, yazıya münasibət dəyişir, yazıçıya münasibət dəyişir, şeirə, şairə münasibət dəyişir. İndi təsəvvür eləyin ki, məsəl üçün, həmin dövrlərdə, Sovet dövründə, yazıçı nə qədər hörmətli idi, şair nə qədər hörmətli idi. Yəni bir dənə sən ona görə hörmətli idi deyə bütün uşaqlar istəyirdilər, yəni az çox istedadlı olanlar istəyirdilər, yazıçı olsun, şair olsun. Sonra yəni ki, indi elə zamanə gəldi ki, biri şeir yazır, azınə şeir demək, şeir eləmək utanır ki, mən deyəcəklə buna bax, şairlik eləyir. Şeir yazır. Şeir yazır, bu gedib bir ciddi işlə məşğul olmur. Güya ki, təsəvvür eləyin ki, yaradıcı şeir yazmaq, gör. Qeyri-ciddi işdir. Şeylər, yazıçı olmaq qeyri-ciddi bir işdir. Hansı ki, dünyanın təsəvvür olunması, neysə, yaratmaq Allaha məxsus bir işdir. Təsəvvür elə, şeir yaratmaq, insanın yaratdığı bir şeydir. Yəni, Allah Teala tərəfindən Diktə onun olunur. qismətinə düşən bir şeydir. Yəni, sən şeir yazmağı, yazıçı olmağı, sən onun texnikasını, nə bilim, nəyini gedib haradasa oxuya bilərsən. Amma onu yazıçı olmaq, şeir olmağa gedib oxumaqla öyrənmək deyil, yəni ki. Bütün bu dövrü keçdik. Rustam Dastanoğlu'nun yaradıcılığı haqqında düşünəndə ilk növbədə insanın ağlına gələn bu olur ki, onun yaradıcılığı demək olur ki, onun yazıları, onun hekayələri ilk növbədə sənədli nəsr nümunələridir. Biz bilirik ki, ümumiyyətlə dünya ədəbiyyatında sənədli nəsr nümunələri müxtəlif janrlarda öz əksini bildirə bilər. O cümlədən tutalım ki, xatirələr kimi ola bilər, memuarlar kimi ola bilər. Amma Rustam Dastanoğlu'nda bu hekayə janrında çox gözəl öz əksini tapır. Demək, hekayə janrında Rustam Dastanoğlu'nun sənədli nəsri. Bu nəsr o qədər, o dərəcədə sənədlidir və eyni zamanda bədidir ki, mən onun bir hekayəsinə nümunə gətirmək istərdim ki, hekayələrin birində öz evlərini, doğma ata yurdunu təsvir edir. O dərəcədə təsvir edir ki, mən bəzən düşünürəm ki, elə bil ki, sanki mən o evdə olmuşam. O, orada yazır böyük otaq, sanki həmin böyük otaqda masa arxasında oturub çay içmişəm. Həmin o böyük otaqdan, həmin o ata yurdundan sonra, ilk gündən sonra bu günə qədər uzun bir yol keçmiş gözəl yazıcı dostumuz, iş adamı Rustam Dastanoğlu və bugün demək olar ki, ilk gündən bugünə artıq 65 il tamam olur. Mən onu səmimi qəlbdən təbrik edirəm bir daha. Ümumiyyətlə, hər bir şəxs hər kəs üçün ayrıca bir anlam daşıyır. Ümumilik yoxdur bu həyatda. Hər kəs xüsusidir. Həllac Mənsur demiş, yəni hər kəs Allahdır. Bir nəfərə dedim, nə var, nə yox, dedi, Allah var, 8 milyardda şəriki var. Rüstəm Dastanoğlu mənim üçün hər şeydən əvvəl bir dostdur. Ağabey sözünün Anadolu'da təhrif forması olan abimdir. Bir böyük qardaşımızdır. Elə eləyib ki, istəmək utanqaçlığına düşməmişik. Öz qəlbi izin verib ki, ən dar məqamımızda zəng atıb. Soruşub nə var, nə yox. Demişəm, yaxşıdır, deyib, yox, yaxşı deyil. Görürəm, yaxşı deyil. Məsələ maddiyyatda deyil, məsələ mənəviyyatdadır. İnsanın bəzən mənəvi sözə, mənəvi dayağa daha çox ehtiyacı olur. Fani dünya, maddiyyat olsa nə olacaq, olmasa nə olacaq? Mərhum Yunus Emre demiş ki, mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi, mal da yalan, mülk də yalan, var biraz da sən o yalan. Biraz da sən da çıxır, hamısı fanidir. Ona görə mənəviyyat qalacaq, çünki Allahın adı mənəviyyatdır.
Mən inanclı insanım. Mənim üçün iki Allah var. Biri bizi yaradan Allahdır. Digəri bizim yaratdığımız Allahdır. Mən bizim yaratdığımız Allaha inanmıram. Onun adı dindir. Mən bizi yaradan Allaha inanıram. Çünki onun adı eşqdir. Rüstəm Dastanoğlu kimi şəxsiyyətlər eşqə könül vermiş adamlardır. Qəlbi ilahi eşqin yanında olanlardır. Buna görə də bizim kimi miskinləri, abdalları, haqq qullarını görürlər. Bizim kimi dərvişləri hiss edirlər. Çox sevdiyim və Azərbaycançılığın binasını qoyduğunu zənn etdiyim, bildiyim, inandığım Şah İsmayıl Xətainin bir qəzəlinə bir musiqi bəstələmişdim. Kızılgül bal bostan ne dersen, Kızılgül bal bostan ne dersen, feda olsun sana canım ne dersen, feda olsun sana canım ne dersen, feda olsun sana canım ne dersen. Kararı sabrı aramı tükendi, kararı sabrı aramı tükendi. Kesildi kül fermanım ne dersen, kesildi kül fermanım ne dersen. Kararı sabrı yaram tükendi, hamudetlilərə derman bulundu. Devasız derde dermanım ne dersen, devasız derde dermanım ne dersen, devasız derde dermanım ne dersen. Senin məqsudun oldur ki ölüm senin məqsudun oldur ki ölüm seven ölsün sultanım ne dersen, helal olsun sana kanun ne dersen. Eğer yatsam minil toprak içinde, eğer yatsam minil toprak içinde, dürüsttür ehli peymanın ne dersen, dürüsttür ehli peymanın ne dersen, dürüsttür ehli peymanın ne dersen. Xətayim üçün səni can ilə sevdi, xətayim üçün səni can ilə sevdi. Sevən ölsün sultanım ne dersən, sevən ölsün sultanım ne dersən, sevən ölsün sultanım ne dersən, sevən ölsün sultanım ne dersən. Yubiley tədbiri Natəvan adına klubdan başlayıb, Çanaqqalanın Natəvan zalında davam edir. Bəlkə bu da bir talih naxışıdır. Ya xan qızı Natəvanın dünəndən bugünə gələn xeyirxah işlərinin sədasıdır ki, yubilyarın yaddaşını oyaq, ayıq saxlamağa səsləyir. Çox görüb götürüb xan qızı,
bilir sözü kimə deməyi. Yəqin ona əyandır ki, Rüstəm Dastanoğlu bir çox sənət adamlarının dünyaya yolunu geniş açıb, kəsə eyləyib, əsərlərini əcnəbi dillərə tərcümə elətdirib. Talidəki nizama, oxşarlığa bax ilahi. Ustalar, böyüklər, ariflər bir-birini bir işarədən anlayır, bir detaldan tutur, bir səsdən oxuyur, bir sözdən anışırır. Rüstəm Dastanoğlu mənim üçün Göyçə desək, biraz onun belə deyim, əhatəsi dar olar Rüstəm üçün. Rüstəm yazıçıdır, yazılar yazır, məqalələr yazır və çox da belə başarılı yazır. Onun orada o yaratdığı obrazlar, yaratdığı o dramatik anlar, bəzən tragikomik, bəzən onun yazıları həqiqətən məndə bir Rüstəmin talantlı bir ziyalı olmağa qənaətini gətirir. Çünki Bir də şey, səmimi soruşum, başa düşürsün o yazıları, biraz gəlizdir, yaxşı mənada. çox yaxşı başa düşürəm. Çünki mən mütaliə eləyən adamam. Hər gün mən mütaliə eləyirəm. Elə mümkün deyil ki, mən kitab oxumaya yatam. Hətta hansı halda olsam, yəni bütün hallarda gəlirəm, mənim stol üstü kitabım olur hər zaman. İşdə də, evdə də, bağda da həmişə oxuyuram və oxumasam sanki yuxuya da keçə bilmirəm. Rüstəm xoş niyyətli adamdır. Cəmiyyətdə görürsən ki, pul qoyur, nə bilim, elan eləyir, kim ən yaxşı şeirlər deyəcək, ən yaxşı yazılar yazacaq. Ən yaxşı nəsr nümunələri Yusuf Səmədoğlu adına. Ən yaxşı nəsr nümunələrindən bağlı konkurs keçirdir. Pulunu xərcləyir. Ümumiyyətlə, bu əsl ziyalı bir mövqeyidir. Pulun da olanda gərək maariflənmək üçün, adamlar talantları ortaya çıxartmaq üçün Rüstəm Dastanoğlu bu mənada əvəzsizdir. Bəlkə də təkdir. Mən bir başqasına hələ rast gələ bilmirəm bu işlərlə məşğul olan. Rüstəm Dastanoğlu ən əvvəlcə mənim Yeznəmin, Lətif müəllimin, Lətif Əsədovun sinif yoldaşıdır. Mən belə deyək də, daha yaxından belə tanımışam. Çünki mənim valideynlərim 1953-cü ildə deportasiya olunubdur Bərdiyə. Mən Bərdədə doğulmuşam. Amma Rüstəm müəllim Göyçədəki Daşkənd kənddə yaşayıbdır. Bu baxımdan ilk olaraq Yeznəmizin sinif yoldaşı kimi tanımışam. Amma ondan sonra mən gördüm ki, Rüstəm müəllim həqiqətən də yəni kəndimiz üçün, Göyçəmiz üçün yox, ümumən Azərbaycan üçün, dünya ictimaiyyəti üçün, dünya üçün yəni işlər görəcək bir şəxsiyyətdir. Həqiqi mənada şəxsiyyət. Öyle. Rüstəm müəllimin layihələri çoxdur. Rüstəm müəllimlə bir neçə belə deyək kitablar üzərində işləmişik. Hətta elə Azərbaycan televiziyasında o Daşkənd və Daşkəndlilər kitabı haqqında böyük bir veriliş getmişdi. O verilişdə də biz çıxış eləmişdik. Rüstəm müəllim özü də, mən də, digər yoldaşlar da. Rüstəm müəllimin yəni bax gördüyü təkcə mən elə onu deyim ki, deməli Daşkənd və Daşkəndlilər kitabı böyük bir layihə idi. Hələ onda Qərbi Azərbaycan söhbətləri elə də olmurdu da. Mən sizə ortada değildi. Belə ortada değildi. Mən sizə 2011-2012-ci ildən danışıram. Hətta 2010-cu ildən danışıram. Onda Rüstəm müəllim dedi ki, biz bu siyahıları, telefon nömrələrini, kəndimizin tarixi haqqında, şəxsiyyətləri haqqında informasiyanı toplamalıyıq və gələcək nəsillərə ötürməliyik. İnanırsınız ki, bax, siz deyirsiniz ki, Rüstəm müəllimdə nələri gördünüz, nələri götürdünüz. Məhz elə onu görüb onu götürdüm ki, biz gələcəyə nələr ötürməliyik. Məhz mənim bugünkü fəaliyyətim ondan ibarətdir ki, kəndimiz üçün
informasiyaların toplanmasıdır, informasiyaların nəşr olunmasıdır, yayılmasıdır. Bununla bağlı bax bunların hamısı özdə Rüstəm müəllim də həmişə bizə dəstək olur bu sahədə. Kəndimizlə bağlı deyək ki, xırda bir detal, xırda bir yazı yazırıq. Mətbuata çıxan kimi Rüstəm müəllim zəng eləyir, deyir ki, halal olsun, eşq olsun sizə. Yəni dəstəkləyir, ruh verir sizə. Bilirsiniz, əslində yəni insan görəndə ki, bunun gördüyü işlərin qiymətləndirilməsi var, onda insan da daha da fərəhlənir və daha da yaxşı çalışır, daha gərgin işləyir, daha dərin araşdırmalar aparır və inanırsınız biz ondan sonra həmin o 2012-ci ildəki sizin çəkilişinizdən sonra biz nələr iş görmüşük kəndimiz haqqında. Nə gözəl, nə gözəl. Mənə də çox xoş çıxır. O işte bir zərrə qədər də mənim əməyim olub. Rəhmətli Lətif müəllimlə getdik Yeni Daşkəndə. Orada bir məzun gününüz olmuşdu. Məzun günündə, bəli, çəkiliş elədik. Yəni, oradakı Daşkənddə, Göyçədəki Daşkənddə və Bərdədə salılan sizin cəmaatın köçdüyü Yeni Daşkənddə hər ikisi Göyçənin bir parçalarıdır, bir qəlpələridir. İndi məcbur olub, yurt köçüb, el dağılıb, bir toplum halında orada yerləşmişsiniz. Elə Rüstəm Dastanoğlu'nun da Bərdədəki Daş kəndinə çox yaxın əlaqələri var, gediş-gəlişi var, fəaliyyəti var. Yəni, insanın ən böyük mahiyyəti millətə, yurda, obuya elə xidmətdən ibarətdir. Əlbəttə. Elə deyilmi? Elədir. 2023-cü ildə bizim kəndimiz 1953-də köçüb, bayaq da dedim. 2023-cü ildə 70 il oldu. 70 illiyini biz kəndin 70 illiyini keçirdik. Bu Azərbaycanda sensasiya ilə qarşılaşmışdı ki, kəndin də yubileyi olarmı? Yəni belə bir fakt, yəni çünki bizim cəmaatımız, Daşkənd cəmaatı o vaxt 1953-ün may-iyun aylarında 130 ailəni köçürdüblər. Orada təxminən 300-350 ev olubdu, ailə olubdu. Onun 130-unu köçürdüblər Bərdə rayonuna. Özdə hazır bir kəndə yox. 7 ədəd çinar ağacının altında gətirib yerləşdirib yük maşınlarından düşürüb çıxıb gediblər. Təbii ki, onu özünüz tikib qurmuşsunuz. Kənd təməli öz cəmaatımız qoyubdur. Kəndin məktəbini hətta insanlar ev tikməmişdən qabaq özlərinə birinci uşaqları düşünüblər, orta məktəb tikiblər. Və onu da sizə xüsusilə qeyd edeyim ki, Bərdə rayonunda 125 kənd var. Cəmi 1953-cü ildə 4 dənə tam orta məktəb olubdur. 5-ci Yeni Daşkənd kəndində 1953-cü ilin sentyabr ayında açılıbdır. Orta məktəb. Bəli. Bu bilirsiniz nə deməkdir? 7 dənə qonşu kəndin şagirdləri 8, 9, 10-cu sinifi bizim kənddə oxuyub qutarıb. Yəni bunun özü bizim kəndimizin ictimaiyyətinin, elm xadimlərinin, müəllimlərinin, eləcə də sıravi insanlarının, yəni hamısı zəhmətinin hesabına, dərrakəsinin hesabına, ağsaqqallığının hesabına, uzaq görənliyinin hesabına əmələ gəlir. Həqiqətən də Rüstəm müəllim ilk növbədə böyük ziyalıdır. Göyçəmizin oğlu olmağından da mən fəxr edirəm ki, Göyçəmizdə o cür oğullar var. Rüstəm Dastanoğlu həm də iş adamıdır. İş adamından paralel ədəbiyyatımıza belə dəyər verməsi məni sözün əsl mənasında çox sevindirir. Həm də öz yaradıcılığı var. Özündə böyük yaradıcılığı var və bunun yaradıcılığı tək, belə deyim də, orta məktəb uşaqlar üçün deyil. O hikmətli sözlər orada böyüklər üçün böyük bir nəsihətli kitabları ərsəyə gətiribdir. Rüstəm müəllim əslində bizi Aşıq Ələsgər birləşdirdi desəm, yanılmaram. Nə gözəl. Aşıq Ələsgərin vasitəsilə biz tanış olduq. Necə ki, Aşıq Ələsgərin tədbirləri keçirilən zaman biz tanış olduq. Və elə gətirdi ki, onun böyük bir xidməti oldu ki, Ələsgər yaradıcılığında Gürcü dilində Aşıq Ələsgər kitabını nəşr etdirdi. İmir Məmmədlinin vasitəsindən. Bəli, tərcüməsindən ərsəyə gəldi. Bu bizi çox sevindirdi. Çünki millətimiz Ələsgərin şeirləri Gürcü dilində nəşr olunması böyük işdir əslində, çox böyük işdir.
Bu iş adamlarının bu cür xüsusiyyətlərinin, xüsusilə bugünkü gündə Rüstəm müəllimdə cəmlənməsi mənə nəsil mənasında sevindirir. Rüstəm müəllim gözəl ailə başçısıdır. Xalqına böyük sevgi ilə həmişə, məhəbbətlə, bütün işləri incəliklə yanaşır. Rüstəm müəllimin həqiqətən çox böyük ürəyi var. Elə məsələlər var ki, məsələn, o eləyir, amma demir. Sakit, məsələn, xeyirxah əməllərini həmişə eləyir. Bizim ictimai təşkilata da həmişə dəstək olub. Məsələn, ictimai təşkilatın müəyyən işləri olur ki, tövsiyələrini verir, maddi tərəfdən, belə ümumiyyətlə... İctimai təşkilatın adını ürəklə deyin. Bizim ictimai təşkilatımız Dədə Ələsgər Ocağı İctimai Birliyidir. Biz məhzlə bunun adını elə bir ocaq qoyduq ona görə ki, bütün bu Ələsgər sevərlər, bütövlükdə saz sənətinə vurğun olanlar o ocaq başında cəmlənir. İndi bugünkü gündə də böyük bizim bir ədəbi məclisimiz var, fəaliyyət göstərir. Bu WhatsApp qrupu üzərindədir. Bir 200-ə yaxın ziyalı qrupu var. Orada bütün klassiklərdən şeirləri müzakirəyə çıxardırıq. Orada təhlillər aparırıq. Hərə bir cür düşüncələrini orada çatdırır. İsar eləyir. Bu da doğrudan da bir məktəb olaraq sanki fəaliyyət göstərir. Bugün çox gözəl bir gündür. Mən bu münasibətlə Rüstəm müəllim ürəkdən təbrik edirəm. Arzu edirəm ki, gələcəkdə bütün işlər uğurlu olsun. Yəni belə bir ziyalının bayaq dediyim kimi öz elimizdən olması məni çox sevindirir, çox fəxarətləndirir. İstəyərdim ki, yazı ilə məşğul olun, ədəbiyyatla məşğul olun. Bu da bir daxili tələbatdır. Qismətinə bir şey, düşən bir şeydir. Onu hardasa, yəni səni elə bir ki, bir tələbat kimi çəkir ki, sən onları bir kağız üzərinə köçürəsən. Bax, belə bir ömür keçdi. Şükür Allaha ki, bugün varıq, gəlib 65 yaşa çatmışıq. Allah ilə. Bu yaş nə pısıldayır sizə? Birinci bilirsiniz ki, yəqin mən fikirləşirəm ki, hər kəs də belədir. İnsan doğrudan da bilirsən, yaşı hiss eləmir. Düzdür. Yaşı hiss eləmir. Məsələn, mən belə baxırsan ki, dünən idi, nə təri gəldi ki? Gəldim və yəni ruhunda, insanın ruhu yəqin qocalmır. Görünür. Ruhu qocalmır və onu hiss eləmirsən. İnsan yəni ki, şükür Allah, sağlam olanda və bunu sonsuz bir kimi görür. Bilirsən, hər bir şey doğrudan da dünən kimi gəlir. Mən qızımın 2 yaşını qeyd eləmişəm burada. İndi təsəvvür edin ki, 23 il keçib, amma elə bir ki, dünən keçib. Elədir. Bilirsiniz, amma bu keçəndə lazımdır ki, yaradıcı işlə məşğul olanda, bir şey quranda, falan eləyəndə, özündən sonra bir şeylər saxlayanda, yəni ki, o səndən sonra qalır. Sənin yaratdıqların, bir şey yaradırsan, yazdıqların sənin doğrudan da ömründən daha uzun olur. Düzdür. Yəni, insanlar həmişə özünü çalışıb tapmalıdır. Özünü tapan insan, özünə dəyər verən insan, yəni hamı üçün lazımlı insandır. İnsan özünə dəyər vermirsə, insan sevdiyi işlə məşğul olmursa, yəni ki, o heç kimə lazımsız bir insandır. Yaşla bağlı bu tədbiri keçirdiyinə görə Azərbaycan Yazıçılar Birliyinə, onun sədri Anar müəllimə, Mavin Səlim müəllimə, Rauf müəllimə, Almaniya Azərbaycan Cəmiyyətinin sədri Professor Çingiz müəllimə, sonra Dədə Aşıq Ələsgər Ocağının sədri Xətai müəllimə təşəkkür edirəm ki, bunlar bu tədbiri keçirdilər. Bilirsən, sən daha da məsuliyyətli olmalısan. Uğurlar arzulayaq sizə. Yaşın sağ olsun, başın var olsun. Allah var eləsin. Siz sağ olun, işlər uğurlu olsun. Sağ olun. Siz dəyərli ziyalımızsınız. Çox sağ olun. Dəyərli dostsunuz. Allah var eləsin. Rüstəm Dastanoğlu ilə görüş başa çatır. Hər iki Natəvan zalından ayrılanlar könlü, gözü dolu gedirlər. Məclis iştirakçılarının hər biri bu görüşü hələ çox-çox xatırlayacaqlar.